Sabah hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Kitayın ən səliqəli, ən incəli işləməli olan modellərini sizə təqdim edəcəyik. Yəni Kitay modellərinin içində çox nadir hallarda belə dizaynlar gəlir. Bunlar klassikalardır. Klassikaları təqdim eləmirəm çünki bunlar şablon modellərdir. Əsas göstərəcəm sizə bu belə fərqli modellərdən. Həm divar görünüşləri fərqlidir, həm də keyfiyyətləri. Bu dekor hissəsinin görünüşüdür. Bu da sadəsi. Sadələri də ən bahalı İtalyan klassikalarına oxşuyur. Yəni divar görünüşləri mükəmməldir. Sonra var belə mərmər effektləri. Bu ildən çox dəbli olan aboylardır. Görürsünüz, sadələr özləri də hətta necə incə səliqəli işlənilibsə, divara vurulanda da tam fərqli bir şey çıxır divarda. Bir də xahişimiz odur ki, videonu bəyənə, video keşfətə düşsün. Əsas məsələ odur. Səhifəyə takib atan zəhmət olmasa. Mən sonra sizə digər modellərdən təqdim edeyim. Belə dizaynlarımız var. Bunlar art dizaynı gedir. Çox fərqli bir şeylərdir. Sadələri də belədir. Sonra bu onun digər rəngidir. İndi əlavə modellərdən də inşallah sizə təqdim edəcəyik. Ən gözəl görünüşlü olan modellərdən də biri budur. Çünki niyə? Burada risunka ilə fon paşlı demək olar ki, eyni rəngdədir. Modellərdə də belə olanda bunlar divarda çox qəşəng görsənir. Yəni rəng qarışıqlığı olmur. Hamısında arxası filizlinin tərkiblidir, üzləri sərtvinildir. Yəni yuyulmaya, cırılmaya, didilmaya dözümlüdür. Əsas da vurulanda stıqlarında problem olmur, heç problem olmur. Qiymətlər də ki, çox münasibdir. Hal-hazırda bunlar endirimdədir. Belə satışları baha idi. Demək olar ki, 50% endirim olur.